Bəh. Qardaşım, bir dənə yaşayışlı ev çıxarmışam. Bizdən belə evlər çox istəyirlər də. Evimiz harda yerləşir? Məhəmmədidə, Ekonom Marketin arxasında, tam mərkəzdə, təzə yolda yaxındır, məktəbə də yaxındır, bağçaya da yaxındır qardaşım. Əsas yolla arası 500-600 metr məsafədədir. Azad hal-hazırda çəkir evin mətbəxini. Görürsünüz, mətbəxinin kranından tutmuş mətbəx mebelinə kimi hamısı belə deyək də, yəni keyfiyyətli və bahalı mebeldir. Azad, gəl mətbəxini çəkdin, gəl digər otaqları çəkək qardaşım. Kombisi, hamam aksesuarları, mətbəx mebeli evin daxilində qalır. Əgər istəsəz, əziz izləyicilərimiz, evin daxilindəki mebellər çox bahalıdır. Yəni istəsəz gəlib evin sahibi ilə ümumi mebelli də danışa bilərsiniz. Amma biz sizə mebelsiz qiymətini deyəcəyik videonun daxilində. Azad hal-hazırda qonaq otağını çəkir. Azad qardaşımsan, gəl. Ev həqiqətən çox keyfiyyətlə inşa olunmuş evdir. Keyfiyyətli, yəni kəməri, bünövrəsi necə lazımdır inşa olunmuş evdir. Bax, Azad bir yataq otağı, 3 otaqdan ibarətdir. 2 sotun içində 3 otaq, həm evin, həm torpağın kupsası ilə də Azad. Azad, bu otağı çək, evimizin 3-cü otaqdır əzizləyicilərimiz. Həqiqətən çox keyfiyyətli və zövqlə inşa olunmuş evdir. Evimizin həyətinə də 2-3 dənə maşın daxil olur. İndi çıxıb məhləsini də həyətində göstərəcək sizə. Burada hamam otağımızdır. Kabinasına kimi yığılır. Bax, yenə də deyirəm, bahalı aksesuarlar da hamısı gəlib baxa bilər. Real müştəri. Allah alanı da satanı da xeyir versin. Həqiqətən keyfiyyətli evdir. Gəl çıxaq bayrağa, həyətlə də tanış edək izləyiciləri. Bu da evimizin məhləsidir, gördüyünüz kimi. Gir Azad həyətinə. Çox gözəl inşa olunmuş evdir. Yəni, yenə də vurğulayıram. Kəməri, bünövrəsi betonlandı, qoşadaşlandı, atmaları hamısı yaxın-yaxındır. Evin polunda zaten çirkələnmə yoxdur. Bax, Çornukatda da oradan çıxışı var. Sol tərəfindən də evimizin arxasında keçidi var. Yəni, kombisindən tutmuş hər bir şeyi, yəni keyfiyyətli də. Alan adam özü üçün yaşamaq üçün eləyib. İndi səbəblər var ki, satır. Start qiymətimiz 96.000 manatdır, real alıcıya endirim olunacaq. Əgər bu evlə maraqlanırsa, səhifəmizdəki nömrə qeyd olunub. Zəng edin, götürək, göstərək. Sağ olun, bugünə bu qədər.